Gəncə Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Qədim Namazlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə icrası başa çatıb. Məlumata görə hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. İttihama görə hadisə 2025-ci ilin fevral-mart aylarında Samux rayon ərazisində yerləşən fermaların birində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Qədim Namazlı qızı yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü zərərçəkmişin onunla birlikdə yaşadıkları fermadakı fərdi yaşayış evinin yataq otağındakı çarpayıda köməksiz vəziyyətindən istifadə edib. O zərərçəkmiş şəxsin etiraz etməsinə, durub onun yanından qaçmaq istəməsinə məhəl qoymayaraq qızını ona belə etmə dedikdə sənin başını kəsərəm deyib, zor tətbiq edərək hədələyib. Daha sonra doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Bu hadisə 2 dəfə baş verib. Qeyd edək ki, Qədim Namazlı ailəsi ilə birlikdə fermada qalaraq çoban işləyirmiş. O məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, həyat yoldaşı ona şər atıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.